Yeni yasamalda 2 otaqlı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində Ləziz Havuzun yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan 2 otaqlı tam təmirli, isitmə sistemi kombi olan, kondisioneri olan və bütün əşyaları ilə birlikdə mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində Ləziz Havuzun yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində, yəni 10 mərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sayısı 60 kvadrat olan 2 otaqlı, tam təmirli və tam əşyalı, isitmə sistemi kombi olan, kondisioneri olan bir mənzildir. Ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 500 manatdır. Əvvəldə də bildirdiyim kimi binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.